Nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlarını təmin edən ANMS tətbiqi təkmilləşdirilib. Artıq tətbiqdə istiqamət nömrəsi göstərilmir, yalnız marşrut nömrəsi əks olunur. İstiqamət barədə məlumat sistem daxilində qorunur. İstifadəçi interfeysindəki əlavə nömrələnmə isə ləğv olunub. Avtobusun hərəkəti isə daha aydın əks olunur. İstifadəçi artıq təxmini ilə real arasındakı fərqi görür. Bu yeniliyi məlumatı daha düzgün qiymətləndirməyə və planlamanı daha rahat aparmağa imkan yaradır. Təkmilləşdirmə nəticəsində istifadəçi artıq xəritədə seçilən dayanacaq üzrə həmin məntəqədən keçən bütün marşrutları bir ekranda görə bilir. İstifadəçilər marşrut nömrəsini və adını, hərəkət istiqamətini, yəni başlanğıc və son dayanacaq, marşrutun uzunluğunu, daşıyıcı məlumatını aydın formada görə bilərlər və ən rahat istiqaməti daha sürətli seçmək imkanı əldə edirlər. Bundan sonra istifadəçilər yalnız cari vaxt üçün deyil, gələcək tarixlər üçün də səfər planlaşdıra biləcəklər. Date time bölməsi vasitəsilə evdən çıxmadan hətta 7 gün sonraki səfəri əvvəlcədən təşkil etmək mümkündür.